Hörmətli millət vəkilləri, hesab edirəm ki, bugün müzakirə etdiyimiz qanun layihəsi bütövlükdə Azərbaycanda təhsilin inkişafına kömək göstərmək baxımından əhəmiyyətlidir. Ümumiyyətlə, inkişafın lokomotivinin əsas tərkib hissələrindən biri də təhsildir və bu mənada İstənilən formada təhsilin inkişaf etdirilməsinə göstərilən qayğı ölkənin inkişafına, ölkənin dirçəlişinə, ölkənin daha da yüksək səviyyəyə qalxmasına kömək göstərir. Bu mənada hörmətli prezidentimizin bu təşəbbüsü mən hesab edirəm ki, bir yandan birbaşa olaraq işğaldan azad olmuş ərazilərimizdə həm məskunlaşmanın daha sürətlə gedişinə öz müsbət təsirini göstərəcəkdir. İkinci bir tərəfdən isə orada insanların məşğulluq səviyyəsinin yüksəlməsinə təsir edəcəkdir. Heç kim üçün sir deyildir ki, bugün Azərbaycanda iqtisadi fəallığın yüksəlməsi ilə əlaqədar təbii olaraq yüksək səviyyəli və orta səviyyəli peşəkar işçilərə ehtiyac var və bir sıra hallarda biz iş axtaranların onların tələbinə uyğun gələn işçiləri tapmaqda çətinlik hiss elədiyində dəfələrlə eşitmişik. Bu mənada peşə təhsili sisteminin inkişaf etdirilməsi təbii ki, həm Qarabağda, həm də digər bölgələrimizdə yəqin ki, bu öz təsirini göstərəcəkdir. İş verənlərin, işə götürənlərin öz ehtiyaclarına uyğun şəkildə işçi kadrlarını əldə etməsinə də köməklik göstərəcəkdir. Peşə təhsili sistemi dünyanın inkişaf etmiş ölkələrində çox geniş inkişaf tapıbdır, geniş yayılıbdır. Avropada gənclərin 40%, sənayəcə inkişaf etmiş ölkələrin əksəriyyətində 40% məktəbləri qurtardıqdan sonra peşə məktəblərinə getməkdən ibarət olan seçim edirlər və bu da təbii ki, sənaye inkişafının çox vacib səbəblərindən birinə çevrilibdir. Mən hesab edirəm ki, Azərbaycanda təhsil inkişafı sahəsində böyük işlər görülübdür, amma peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən də, hökumətimiz tərəfindən də əhəmiyyətli işlər aparılmaqdadır. Bayaq burada qeyd edildi, Bərdədə fəaliyyət göstərən peşə təhsili sistemi və buna uyğun digər yerlərdə də peşə təhsili məsələlərinin yaradılması nəzərdə tutulur. Amma bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycanda universitetlərdə təhsil alan hər bir 10 nəfər universitet tələbəsinin payına bir peşə təhsili müəssisələrində oxuyan şagirdlər düşür. Yəni, 230 min Azərbaycanda universitet tələbələri var, peşə təhsili məktəblərində isə oxuyan bizim şagirdlərimizin sayı 23 min, 24 min civarındadır və peşə təhsili məktəbləri bitirənlər isə 2024-cü ildə cəmsi 14 min nəfər olubdur. Yəni, hər bir universitet tələbəsinə Azərbaycanda bir peşə təhsili məktəbinin şagirdi düşür. Mən belə hesab edirəm ki, prezidentimizin bu təşəbbüsü və bu dəyişikliklər Azərbaycanda peşə təhsilinin inkişafına ciddi təkan verəcəkdir. Azərbaycanda peşə təhsili müəssisələri şəbəkəsi genişlənəcəkdir və bununla da bir yandan Azərbaycanda ixtisaslı fəhlə kadrlarının yetişməsi prosesi sürətlənəcəkdir. İkinci bir tərəfdən Azərbaycanda məşğulluq səviyyəsinin inkişafına peşə təhsili məktəblərinin böyük töhfə verməsini təmin etmək mümkün olacaqdır. Buna görə də mən belə hesab edirəm ki, bu qanun Azərbaycanda peşə təhsili sisteminin populyarlaşmasına çox böyük təsir göstərəcəkdir. Təbii ki, bunun birinci hədəfi Azərbaycanın işğaldan azad olmuş bölgələrində həm təhsilin inkişaf etdirilməsi, həm məşğulluq səviyyəsinin yüksəldilməsi, həm də məskunlaşma prosesinin genişlənməsidir. Amma yəqin ki, bunun daha geniş bir mənası da var. Bu da ondan ibarətdir ki, Azərbaycanda peşə təhsili sistemi daha da genişlənəcəkdir və bizim gənclərimiz daha həvəslə peşə təhsili məktəblərinə getməkdən ibarət olan seçimlərini edəcəklər. Mən hesab edirəm ki, bu qanun çox əhəmiyyətli bir qanundur və inanıram ki, bizim millət vəkillərimiz bu qanunu məmnuniyyətlə dəstəkləyəcəklər. Sağ olun.